Vallahi Allah bizə elə bir nemət verib ki, elə bir nemət. Nemətlər çoxdur. Və in ta'uddu ni'metallahi la tuhsuha. Allah Subhanahu taala buyurur ki, istəsəniz Allahın nemətlərini sayasınız, sayıb qurtara bilməzsiniz. Qəsd etdiyim odur ki, Allah bizə iman nemətini bəxş edib. Subhanallah, iman, İslam, tövhid, ittiba, sünnət neməti, Peyğəmbərə sallallahu əleyhi və səlləmə tabeçilik. Elə bu ikisi bəs eləyər. Allahın kitabı, Muhammed sallallahu əleyhi və səlləmin sünnəsi. Baxın ki, subhanallah, milyonlarla insanlar var. İbadət edirlər özlərinin havalarına görə və yaxud kimlərinsə dediklərinə görə. Lakin xoş o insanların halına ki, Muhammedə sallallahu aleyhi ve sellemə tabi olur. Allah ona nəsib eləyib, subhanahu teala, ki bu anlayır bunu. Anlayır ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemə tabiyəm. Baxın, qiyamət günü insanlar sıra dayanacaqlar. Cərgə dayanacaqlar Allahın qatında. Allah subhanahu teala bir-bir insanlarla danışacaq. Və aralarında da tərcüməçi olmayacaq. Bir-bir. Buna Quran, sünnət dəlalət edir. Düşünün ki, sıra gəlib çatıb sənə. Allah səndən soruşur ki, subhanahu teala, İttəbə'tə mən, kimə tabi oldun? Bu günləri o sevincin içində ol ki, ey qul, ey əhl-i sünnə, ey sünnə olan. Sevincin içində ol ki, sən deyəcəksən ki, İttəbə'tü Muhammedən sallallahu aleyhi ve sellem. Peyğəmbərə tabi oldun. O gün nicat tapacaqsın.